Dəyərli izləyicilər, əsənliklər. Bugün bir üzücü xəbərlə sizin qulluğunuzdayam. Əsənoba mahalının Həsənbəyli kəndində Himmət Noruzi adında bir tanıdığım bir adamın nəvəsi İsfənd ayının 8-də təşənnüc eləyir. Orada Həsənbəyli əhli, Əlibulağı, yaxın kəndlərdə olan insanlar qurumlara, o adiyyatı olan qurumlara zəng eləyirlər, amma heç birisindən xəbər çıxmır və cavablar da bu olur ki, yol küləkdir, gələ bilmirik. Məcbur olurlar traktorla özləri yola açsınlar ki, Süngünə sarı. Yəni Həsənbəylidən Süngünə sarı istəyirlər açarlar yolu ki, aça bilmirlər. Yəni bu imkansız idi traktorla, çünki mən o bölgədə qalmışam, onun üçün oranı qəşəng tanıyıram. Aça bilməyiblər və uşaq, o yeniyetməmiz, o öğrenci dünyasını dəyişibdir, çox təəssüflər. Mənim sözüm budur. Tutaq ki, oradan Fərmandari, Bəxşidari, Hilal Əhmər, Urjans, nə bilim, bunların hər biri gələ bilmədi. Neynə? Gəlməsinlər. Yol bağlı idi, külək idi. Bu Süngünə nə olmuşdu? Bir o qədər texniki maşınları ola ki, eləyə bilirlər ki, dağı 1000 metr ucalıqda dağı 1-2 gündə yox eləyələr. Bunlar eləyə bilmirlər bu 20-30 santimetr qarı çürüyələr o uşaqcanın dünyasını dəyişməyə. Bunu eləyə bilmirdilər. Eləyə bilməzlər, təbii ki, eləməzlər. Niyə eləməzlər? Axı öz uşağıdır. Öz uşağı olsaydı o cür yanaşardı məsələ ilə. Yox, yanaşmaz. Ürək yanmıraq. Ancaq onu bilir ki, buranın torpağın qazsın, aparsın, ondan sonra nə olur olsun, əmir bazarı yansın, mənə bir dəsmal çıxsın. Çox təəssüf, çox təəssüf.